38 ailənin Laçınsız günləri sona çatır. Saatlar sonra onlar 30 ildən çoxdur görmədikləri öz doğma ata-baba yurdlarına qayıdacaqlar. Doğma yurda qayıdan bəylik sakinləri vətənə qayıdışın sevincini bölüşürlər. Yurtları onlar üçün artıq kədərli xatirə yox, reallıqdır. 32 ildən sonra ora qayıtmaq çox bir şərəf duyuruq. İnşallah gedib orada yaşayarıq. Planlarımızı da orada inşallah qurarıq. Olmayanlara qismət olsun. Öz ata-baba yurdumuza qayıdırıq. Bunun sevinci başqadır. Bu tamam başqa bir hissdir. İnşallah gedək, çataq görək. Öz vətənimizə 30 ildən çoxdur ki, gedə bilmirdik. Axır ki, nəhayət bu gün gəldi, qismət oldu. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərinə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 43 mindən çox insan yaşayır. Günəş Rızayeva, İlkin Həsənov, Fidan Səfər, Space xəbər. Yer gəlmişkən qeyd edək ki, artıq köç kərvanı Laçının Bəylik kəndinə çatıb və mənzillərin açarları sakinlərə təqdim olunub. Davam edirik.